Herkese salam, kanalıma xoş gəlmisiniz. Biz sizlərlə bugün 3-cü sinif Azərbaycanı dərsliyində yeni bir bölməyə başlayırıq. Bölməmizin adı olacaq Dünyamızı tanıyaq. Tapşırıqları oxumazdan öncə sizlər üçün bir dinləmə mətnini səsləndirəcəm. Mətnin adı Yer kürəsi bizim evimizdə olacaq. Yer planeti Günəş sistemində canlı orqanizmlərin yaşadığı yeganə planetdir. Diqqət etsəniz, xəritə və qlobusun çox hissəsi mavi rəngdədir. Mavi rəng suları göstərir. Mavi planet adı məhz buradan yaranıb. Yerin 4/3 hissəsi su ilə örtülüb. Yer kürəsinin quru sahəsi isə hissələrə, yəni materiklərə bölünür. Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida. Antarktidadan başqa bütün yerlərdə insanlar məskunlaşıb. Yer kürəsində türk, özbək, qazax, yunan, ispan, rus və başqa xalqlar yaşayır. Bu xalqlar özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, mətbəxi ilə bir-birindən fərqlənir. Hətta bu xalqların nümayəndələri saçlarının və dərilərinin rəngi, sifət quruluşları ilə də seçilirlər. Bu müxtəlifliyə baxmayaraq, yer kürəsi bizim hamımızın evidir. Onun qayğısını çəkmək və qorumaq bizim borcumuzdur. Bunun üçün də həmrəy olmalıyıq və bir-birimizin adət-ənənələrini tanımalı, hörmət etməliyik. A tapşırığında bizə verilib. Xəritədə müxtəlif xalqların nümayəndələri təsvir edilmişdir. Onların şəkillərinə baxın. Xəritədə aşağıdakı ölkələrin təxmini yerini müəyyən edin. Baxın, burada ölkələrin adları verilib və şəkillərdə isə onların milli geyimləri, altında isə xalqların adı verilib. Məsələn, İspan. Deməli, İspaniyada yaşayan insanlar, İspaniyanın vətəndaşı olan insanlar xalq olaraq İspanlar sayılırlar. Azərbaycan, xalq olaraq Azərbaycanlı, ölkə olaraq Azərbaycan. Bu şəkildə. Bunu uyğunlaşdırmaq düşünürəm ki, sizin üçün çətin olmayacaq. Çalışma B-də deyir, hansı ölkəyə səyahət etmək istərdiniz? Seçiminizi izah edin. Bu sizin artıq şəxsi fikirlərinizdir. Bunu öz müəlliminizlə sinifdə bölüşərsiniz. Siz hansı ölkədə yaşayırsınız? Mənsub olduğunuz xalq necə adlanır? Biz Azərbaycanda yaşayırıq. Azərbaycanın paytaxtı Bakıdır, Bakı şəhəridir. Mənsub olduğumuz xalq Azərbaycanlı adlanır. Və birinci fəslə başlayırıq. Fəslimizin adı olacaq Biz Azərbaycanlıyıq. Aşağıdakı atalar sözlərini izah edin. El bir olsa, dağ oynadar yerindən. Güc birlikdədir, el gücü, sel gücü, tək əldən səs çıxmaz. Siz də öz fikirlərinizi düşünün və dilə gətirin ki, məsələn, el bir olsa, dağ oynadar yerindən nə deməkdir? Yəni, tutaq ki, mən qarşıma bir kibrit çöpü qoyuram. Bir kibrit çöpünü asanlıqla qıra bilərəm. Amma mən haradasa bir 100 ədəd kibrit çöpünü əlimə götürüb qırmaq istəsəm, qıra bilməyəcəm. Çünki elə burada deyirlər ki, el bir olsa dağ oynadar yerindən və ya el gücü, sel gücü, güc birlikdədir. Artıq 100 ədəd kibrit çöpü birləşəndə mənim gücümü qıra bilirlər. Çünki onlar daha güclüdür. İnsanlar da bu şəkildədir. Birlik olan yerdə güc də olar. Və mətnimizin adı olacaq həmrəylik. Gəlin əvvəlcə mətni oxuyum, daha sonra söz boğçasındakı sözləri sizlər üçün izah edərəm. Bakıda yeniyetmələr arasında cüdo üzrə beynəlxalq yarış keçirilirdi. Müxtəlif bölgələrdən gəlmiş idmançıları atletlər kəndində yerləşdirmişdilər. Rəşid də bu yarışda iştirak edirdi. O, 2 idmançı ilə bir otaqda qalırdı. Aslan 15 yaşlı idmançılar arasında qızıl, Seymur isə bürünc medal qazanmışdı. Rəşid isə 12 yaşlı idmançılar arasında keçirilən bütün döyüşlərdə qalib gəlmiş, finala qədər yüksəlmişdi. Sabah onun
Yapon judoçusu ilə həlledici görüşü olacaqdı. Rəşid otaqda var-gəl edir, sabahkı döyüş haqqında düşünürdü. Otaq yoldaşları bayaqdan ona baxırdılar. Nəhayət Aslan dilləndi. Rəşid, bəsdir. Sənə baxıram, başım fırlanır. Özümdən asılı deyil. Çox həyəcanlanıram. Özün bilirsən. Yaponlar ciddi rəqibdilər. Bu döyüş növünü elə onlar yaradıblar. Daha sonra isə bir neçə dəfə bardami deyə pıçıldadı. Seymur soruşdu. Rəşid, öz-özünə nə deyirsən? Hansı dildə danışırsan? Rəşid gülümsədi. Qələbə deyirəm. Bardami talışca qələbə deməkdir. Seymur gülümsədi. Biz ləzgilər isə Kyudin deyirik. Aslan soruşdu. Deməli sizin diliniz fərqlidir? Rəşid cavab verdi. Dilimiz fərqli olsa da hamımızın vətəni Azərbaycandır. Bu yarışlarda da vətənimizi təmsil edirik. Necə deyərlər? Hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Nəhayət final görüşü başladı. Rəşidin rəqibi həqiqətən çox güclü idi. Yapon idmançısı elə birinci raundda fənd işlədərək yüksək bal qazandı. Rəşid artıq özünə inamını itirirdi. Elə bu zaman kimsə onun adını səsləndirdi. Rəşid zala nəzər saldı. Bu Aslanla Seymur idi. Onların ardınca bütün azarkeşlər qışqırmağa başladılar. Rəşid, Rəşid. Rəşid bütün gücünü toplayaraq rəqibinə qarşı ağrıdıcı fənd işlətdi. Yerə yıxılmış Yapon idmançısı əlini 2 dəfə tatamiyə vuraraq qışqırdı. Maita! Hakim əlini yuxarı qaldırıb Rəşidi göstərdi. Bəli, idmançımız qalib gəlmişdi. O artıq çempion idi. Bu zaman Aslanla Seymur tatamiyə tərəf qaçdılar. Aslan əlindəki 3 rəngli bayrağı Rəşidə verdi. Onlar Azərbaycan bayrağını başları üzərinə qaldırdılar. Bir-birinin çiynindən yapışıb dövrə vurdular. Yaşasın Azərbaycan, yaşasın dostluq, həmrəylik. Gəlin söz bohçasındakı sözlərə baxaq. Həmrəylik eyni fikirdə, istəkdə olmaq, eyni məqsəd üçün çalışmaq deməkdir. Bölgə müəyyən əlamətə görə seçilən yer, ərazi, bürünc metal növüdür. Var-gəl etmək, gəzinmək, o baş bu başa getmək deməkdir. Azarkeş hər hansı idman növünün və ya idmançının həvəskarı, tərəfkeşi olmaq deməkdir. Bu şəkildə. Çalışma B. Mətnin məzmununa əsasən aşağıdakı sözləri izah edin. Burada tatami. Yapon idmançısı 2 dəfə əlini tatamiyə vuraraq qışqırdı. Tatami judo xalçası deməkdir. Round. Round isə döyüşün bir hissəsinin davam etdiyi müddət deməkdir. Sizcə Yapon idmançısı Maita qışqırmaqla nə demək istəyirdi? Judo yarışlarında idmançı əlini tatamiyə vurub Maita deyə qışqırırsa, deməli mən təslim oluram demək istəyir. Bu zaman hakim rəqib idmançıya ip bombalı, yəni yüksək bal verir. Keçdik səhifə 36-ya. Sualları cavablandırın. Rəşid hansı idman növü üzrə yarışlarda iştirak edirdi? Rəşid judo idman növü üzrə yarışlarda iştirak edirdi. Rəşid niyə narahat idi? Çünki o bilirdi ki, rəqibi güclü olacaq. Rəşidlə Seymur Aslanın qələbəsinə necə qarşıladılar? Sevinclə, qışqıraraq, yaşasın Azərbaycan, yaşasın dostluq, həmrəylik ifadələrini işlədərək. Çalışma D. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Judo kollektiv idman növüdür, xeyr, kollektiv idman növü deyil. Azərbaycanda bir çox azsaylı xalqlar yaşayır. Bəli, mətndə bizə verirdi ki, Rəşid gülümsədi. Bardami talışca qələbə deməkdir. Deməli, Rəşid talış idi. Seymur isə ləzgi idi. Yəni Azərbaycanda yaşayan azsaylı xalqlardan olan nümayəndələr idi. Bu doğru idi. Judo idman növü Çində yaranıb, xeyr, Yaponiyada, mətndə də bizə verilir. Hər xalqın özünə məxsus dili var. Bəli, bu doğrudur. Gəlin dəftərdə də göstərim. Çalışma C və D-nin
cavabları. Keçdik 2A tapşırığına. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün şüarını necə başa düşürsüz? İstənilən kollektivdə hər bir şəxs kollektivin ümumi məqsədləri uğrunda əlindən gələni etməlidir. Həmin şəxs çətinliyə düşdükdə isə kollektivin bütün üzvləri ona yardım əlini uzatmalıdırlar. Eyni mətndəki kimi. Mətndə Rəşid çox narahat idi və ilk raundu uduzandan sonra o özünə inam hissini tamamilə itirmişdi. Birdən onun dostları Aslan və Seymur neynirlər? Başlayırlar ona ürək-dirək verməyə, qışqırmağa, Rəşid deyə azarkeşlərlə birlikdə qışqırıb ona mənəvi dəstək verirlər, güc verirlər. Çalışma B-də müəllimin oxuduğu Həmrəy olsun xalqımız mətnini dinləyin. İndi mən sizə mətni oxuyacağam, onu diqqətlə dinləyirik və buradakı suallara cavab verərək siz özünüz mətni nəql edəcəksiniz. Mətnin adı Həmrəy olsun xalqımız. Azərbaycan Respublikasının əhalisi 10 milyon nəfəri ötüb. Lakin bu yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlılardır. Dünya ölkələrində də çoxlu sayda Azərbaycanlı yaşayır. Azərbaycanlıların ən çox yaşadığı ölkə isə İran İslam Respublikasıdır. Çünki Azərbaycanın tarixi torpaqlarının və əhalisinin çox hissəsi, təqribən 35 milyon nəfərə yaxın hissəsi bugünkü İran dövlətinin ərazisindədir. Bundan əlavə Rusiya Federasiyasında, Gürcüstan, Ukrayna, Belarus, Orta Asiya respublikalarında və digər ölkələrdə də xeyli soydaşımız yaşayır. Respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizin qapıları dünyaya açıldı. İndi gənclərimiz dünyanın ən məşhur universitetlərində təhsil alırlar. Amma hər bir azərbaycanlının harda yaşamasından, işləməsindən və təhsil almasından asılı olmayaraq onlar həmişə vətəni barədə düşünür. Onun inkişafına kömək etmək üçün əllərindən gələni etməyə çalışırlar. 1991-ci ildə ümummilli liderimiz Heydər Əliyev dekabrın 31-ni dünya azərbaycanlılarının həmrəylik günü elan etdi. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən bayram edilir. 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Məsələn, Azərbaycan əhalisinin sayı nə qədərdir? 10 milyonu ötüb, amma bu sadəcə Azərbaycanda yaşayan əhalinin sayıdır və s. Yəni bu suallara cavab verərək özünüz nəql edə bilərsiniz mətni. Çalışma C-də deyir ki, dinlədiyiniz Həmrəy olsun xalqımız mətnində hansı məlumat yoxdur? Azərbaycanlıların ən çox yaşadığı ölkə İran İslam Respublikasıdır. Bəli, bu məlumat var. Dünya azərbaycanlılarının həmrəylik günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunur. Bəli, bu da doğrudur. Var idi mətndə. Azərbaycan gəncləri ən çox türk universitetlərində təhsil alırlar. Xeyr, bu məlumat yoxdur mətndə. Çalışma C-də, baxın C-ni işarələmişəm. Çalışma C qruplarla işdir. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olmuş plakat hazırlayın. Bu da sinifdə yerinə yetirə biləcəyiniz bir tapşırıqdır. Keçirik səhifə 37-də də dil qaydalarına aid tapşırıqlar verilib. Çalışma 3A-da bizə deyir ki, hansı şəkli həmrəylik sözü ilə adlandırmaq olar? Baxın, ikinci şəkli həmrəylik sözü ilə adlandırmaq olar. Çünki müxtəlif xalqların insanları neynirlər? Əllərini bir-birinin üstünə qoyaraq həmrəylik, birlik yaradırlar. Və bu məlumat bizi yönləndirir yeni qaydamıza. Yeni qaydamız olacaq. Söz, anlayış. Hər bir söz müəyyən anlayış ifadə edir. Anlayış dedikdə hər hansı varlıq, hərəkət, əlamət, say və s. nəzərdə tutulur. Məsələn, burada sözlər verilib. Kitab, oxumaq, hündür, içi və onun anlayışları verilib bizə.
Kitab məsələn bu sözdür. Varlıq, yəni ad bildirir. Oxumaq hərəkət bildirir. Hündür əlamət bildirir. 2. Say bildirir. Biz bu məlumatları ayrı-ayrılıqda 1-ci sinifdə keçmişik və 2-ci sinifdə də təkrarlamışıq. Çalışma B. Suallara əsasən hər şəkli bir sözlə adlandırın. Onların hansı anlayışa aid olduğunu deyin. Birinci şəkildə nə var? Açar. Nə? Açar. Nə sualına cavab verir? İkinci şəkildə 4. 4 ədədi. Neçə? Yaşıl rəng verilib, rəng anlayışı. Yaşıl. Necə? Əlamət bildirir. Nə etmək? Üzmək, hərəkət bildirir. Deməli, birinci varlıq bildirdi. Açar varlıq bildirdi. Ad bildirdi, yəni. Daha sonra 4 say bildirdi. Neçə sualına cavab verdi. Yaşıl rəng bildirdi. Yəni əlamət bildirdi. Sonra üzmək, hərəkət bildirdi. Sonda dəftərdə göstərəcəm mən sizə. Mən suallarını yazmışam. Hansı anlayışa aid olduğunu da dedim mən sizə artıq. Çalışma C. Aşağıdakı sözləri cədvəl üzrə anlayışlara uyğun qruplaşdırın. Qaşıq. Nə? Varlıq bildirir. Yazmaq. Nə etmək? Hərəkət bildirir. Yazırsansa, burada bir hərəkət var. Qayğıkeş. Onun əlamətini bildirir. Bir insanın əlamətini, xarakterini bildirir. Xeyli. Nə qədər? Say bildirir. Çox. Nə qədər? Say bildirir. Hündür. Necə? Əlamət bildirir. Oxudu. Nə etdi? Hərəkət bildirir. Cəmi. Varlıq bildirir. Nə? Masa. Varlıq bildirir. Nə? 3. Nə qədər? Say bildirir. Və kənarda bizə diqqət et qismində kiçik bir qayda da verilib yenidən. Bəzən bir anlayışı müxtəlif sözlərlə izah etmək, ifadə etmək olur. Buradan inteqrasiya eləyək yaxın mənalı sözlər qaydasına. Yadınızdadırsa biz sizinlə keçmişdik ki, bəzi sözləri iki sözlə, bəzi anlayışları deyək, iki sözlə ifadə eləmək olur. Məsələn, gözlük, eynək. Eyni bir anlayışı bildirirlər. Burada xeyli, çox, eyni anlayışı bildirirlər. Gözəl, qəşəng, eyni anlayışı bildirirlər. Hasar, çəpər, eyni mənanı bildirirlər. Demək, söyləmək, eyni mənanı bildirirlər. Çalışma 3A, B, C və Ç-ni də bu şəkildə dəftərdə göstərirəm. Bu qədər uşaqlar. Digər videolarda görüşərik. Videolarımızın davamlı olmağını istəyirsinizsə, zəhmət olmasa kanala abunə olub videoları da bəyənin. Sağ olun, salamat qalın.